Sizə bugün elə bir piroq resepti verəcəm ki, dadan hər kəs sizdən reseptini istəyəcək. Odur ki, ekrana yaxın əyləşin, gəlin başlayaq. Bir qabın içərisinə 3 ədəd yumurta, 200 ml stəkanla 1 stəkan yarım şəkər tozu və 1 çimdik duz da əlavə edib mikserlə ağarıb həcmi artana qədər qarışdıraq. Daha sonra üzərinə 1 paket vanil, 5 xörək qaşığı duru yağ, 1 stəkan süd də əlavə edib yenidən qarışdıraq. Və həmin 200 ml stəkanla 2 stəkan yarım onun üzərinə 2 çay qaşığı, yəni 1 paket qabartma tozu və 1 çimdik soda əlavə edib qarışdırırıq və yumurtalı qarışıma ələkdən keçirərək əlavə edirik və bundan sonra mikserlə yox, çırpıcı ilə bir kütlə halına gələnə qədər qarışdırırıq. Nəticədə sizdə də belə bir xəmir alınmalıdır və sonda üzərinə yarım stəkan kişmiş əlavə etdim. Siz evinizdə olan istənilən quru meyvələrdən xəmirə əlavə eləyə bilərsiniz. Piroqu bişirəcəyimiz qəlibi də əvvəlcədən yumşaq kərə yağı ilə yağlayıb, daha sonra biraz unlayırıq. Qəlibin diametri 32-dir və əvvəlcədən 190 dərəcəli isidilmiş sobada 25 dəqiqəyə bişiririk. Piroq bişib soyuduqdan sonra üzərinə evinizdə olan hər hansısa bir mürəbbə şirəsindən əlavə eləyə bilərsiniz. Sonda da üzərini xırdalanmış qoz ilə videoda gördüyünüz şəkildə bəzədim. Çox gözəl, çox ləzzətli bir piroq alındı. Həm də çox asan hazırlanır və evdə olan ən sadə ərzaqlar ilə. Siz də bu reseptlə hazırlayıb mənlə rəylərdə nəticəni paylaşarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın ki, yeni videolarımdan hər zaman anında xəbərdar olasınız. Hələlik.